Aha, indi gəldik test izahına baxaq. Testin izahına baxaq. Ədəbi dilin normaları MHŞM test toplusu. Birinci sual. Doğru fikirləri seçin. Normalara riayət etmək hamı üçün önəmli deyil. Bu fikir yanlışdır. Çünki hər bir Azərbaycan vətəndaşı, cəmiyyətimizdə yaşayan, Azərbaycanda yaşayan hər bir şəxsin, vətəndaşımız olmasa belə, düzgün şəkildə danışmağa, düzgün şəkildə cümlələrin qurmağa, belə deyək də, vacibdir. Yəni boynunun borcudur. Ona görə bu yanlış fikirdir. Bunu götürməyəcəyik. Fonetik norma özündə iki normanı birləşdirir. Bəli, orfoqrafik və orfoepik normanı birləşdirir. Ona görə 2-ni götürəcəyik. 3. Leksik normaya funksional üslublarda yer verilmir. Niyə yer verilmir? Leksik norma sözün düzgün yerində işlədilməməlidir. Bu da əsasən bədii üslubda özünü göstərir. Yəni bədii üslubda daha çox leksik normanın pozulması faktına yer verilir. Yəni orada bəzən obrazların dilində leksik norma pozula bilir. 4. Leksik normada heç bir şərtlə varvarizm, vulqarizmə yol verilmir. Elə 3-də dediyimiz kimi, bəzən müəyyən bir əsərlərdə obrazların dilində yer verilə bilər varvarizmlərə və vulqarizmlərə. Varvarizmlər xarici sözləri dilimizdə işlətməyimiz, vulqarizmlər isə söyüş xarakterli, kobud ifadələri dilimizdə işlətməyimizdir. Bunlar normal şəraitdə, gündəlik həyatımızda norma pozuntusu hesab oluna bilər və işlətməyimiz yol verilməz. Amma bəzi əsərlərdə obrazın nitqi kimi qeyd oluna bilər. Məsələn, həmin xüsusiyyətlərə görə biz obrazın mənfi və yaxud da müsbət olduğunu və yaxud da digər xarakterik özəlliklərini müəyyən edə bilirik. 5-ə baxaq. Leksik normanın yalnız düzgün deyil, dəqiq yerinə görə ifadəli, emosional istifadə olması gərəklidir. Bəli, tamamilə doğrudur. Doğru cavabımız hesab olunur. D variantı 2-5. İkinci suala baxaq. Fonetik normanın pozulmasına aiddir. Aha, xüsusi isimlərin böyük hərflə yazılmaması, bəli, tamamilə doğrudur. Xüsusi isimlər əgər cümlə daxilində və yaxud da cümlənin əvvəlində böyüklə deyil də kiçiklə yazılsa, bu artıq fonetik normanın pozulmasıdır. Çünki söz düzgün yazılmır. Axı biz bilirik, fonetik normanın əsasında orfoqrafik, yəni sözün düzgün yazılış qaydaları və orfoepik, yəni sözün düzgün tələffüz qaydaları dayanır. Söz əgər böyük hərflə yazılmırsa, o artıq düzgün yazılmayıb hesab olunur. Yazılmamış hesab olunur. Deməli, biri götürəcəyik. Rum rəqəmlərindən sonra sıra sayı düzəldən şəkilçinin qoyulması. Bəli, çünki biz bilirik ki, Rum rəqəmlərinin daxilində onsuz da o ıncı, inci, uncu, yüncü şəkilçisi var. İkinci dəfə onu işlətməyimiz artıq sözün düzgün yazılmaması deməkdir ki, bu da fonetik normanı pozur. 1, 2. Daha sonra sözün sətirdən sətrə keçirəndə sətirdən sətrə keçirmənin tələbinə uyğun keçirilməsi düzgündür. Bu, Azərbaycanlı sözünün cümlənin ortasında böyük hərflə yazılması. Azərbaycanlı dedikdə nə bir ölkə adı nəzərdə tutulmur, nə hər hansı bir şəxsin adı nəzərdə tutulmur, soyadı nəzərdə tutulmur, heç nə nəzərdə tutulmur. Sadəcə onun vətəndaşlığının olduğu bir yer nəzərdə tutulur. Ona görə də kiçiklə yazılmalıdır cümlə daxilində. Yəni cümlənin əvvəlində böyüklə yazılmalıdır ki, cümlənin əvvəlində də bütün sözlər böyüklə yazılmalıdır. Ona görə də 4-ü də fonetik normanın pozulması faktı kimi götürəcəyik. Çünki cümlənin ortasında böyüklə deyil, kiçiklə yazılmalıdır. Normal digər sözlər kimi 1, 2, 4 var belə variant, D variantı. 3-ə baxaq. Leksik norma pozulmuş cümləni göstərin. Söz danışan bilmir ki, sözü sənin acığına gəlir, yoxsa xoşuna gəlir. Belə deyək də, frazeoloji birləşmələrdir. Biz bilirik ki, frazeoloji birləşmələrdir, bədii təsvir vasitələridir, yəni məcazlar sistemi, bayaqlar danışdığımız bədii üslubda. Bunlar leksik normanın pozulması hesab edilmir. A çıxdı. Kirpiklərini qaldırıb qaşlarının altından mənə baxdım. Burada heç bir söz fərqli yazılmayıb, səhv yazılmayıb daha doğrusu. Bəzən mənə elə gəlirdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Bəzən müdavimlər düşünür ki, müəllim, bulud üzdə olmaz, gün ağır olmaz. Ona görə leksik norma pozulub. Xeyr, leksik norma pozulmayıb. Çünki burada məcazlardan istifadə olunub. Məcazlar da leksik normanın pozulması faktı deyil. C-də çıxdı. Xosrov və Şirin mənzum poemadır. Deməli, Xosrov və Şirin mənzum poemadır yox, mənzum romandır olmalı idi. Yəni, söz
düzgün yerində işlədilməyib. İşlədilmədiyinə görə də elə doğru cavabımız bu hesab olunacaq. Buradasınız müəllim. Anladım burada. Hı. Burada yəni manzum artıq işlənib də onsuz Xeyr, poema. bəli. Deyirəm yəni Xusru və Şirin manzum poema yazılıb. Yəni orada manzum sözü onsuz artıq işlənib. Yəni poema onsuz manzum. Niyə? Ucaz. Mənsur poema olmur ki? Mansur poema. Mənsur Mansur poema. olur oxumam. Olur ki poema Mansur olur. Bəli, bəli. Mənzum poemalar iki yerə bölünür. Var mənzum poema, var mənsur poema. Mənsur poema normal bizim bildiyimiz cümlə şəklində yazılan poemalardır. Məsələn, İlyas Əfəndiyevin yaradıcılığında biz bunu görə bilərik. Cəfər Cabbarlının yaradıcılığında biz bunu görə bilərik. Mənzum poemalar, mənsur poemalar. Mənzum poemalar isə şeir şəklində yazılan poemalardır. Yəni mənzum düzgün yazılır burada. Poema bir dənə yazılmalı. Çünki Xosrov və Şirin poema deyildi, roman idi. Ona görə D var. 4-ə baxaq. Bunu belə tut. Aha. 4-ə baxaq. Leksik norma pozulmuş cümləni göstərək. Adil əl qaldırıb öz fikrini bildirmək istədi. Heç bir söz yerin. Aha. Bütün sözlər yerli yerində işlədilib. Münsif əl qaldırıb öz səsini verdiyini qeyd etdi. Deyə bilərsən ki, ay müəllim, səsi vermək olmur. Məcazi mənadır. Leksik norma məcazi mənalı söz demək deyil. Bir söz normal öz yerində işlədilməyib deməkdir. Böyük qardaşının ona əl qaldırdığını atası bildi. Yoxdur burada da. Səhrada tək qalan yolçu əl qaldırıb dilək dilədi. Yeyə baxaq. Emin uşaqlarına qarşı indiyəcən nə qədər əl qaldırıb. D variantıdır. Çünki səhrada tək qalan yolçu əl qaldırıb dilək dilədi. Dilək dilədi olmazı. Arzu istədi. Bu formada olmağı daha doğrudur. Yəni bizim dilimizə görə daha doğrusu. Deyə bilərsiniz ki, müəllim, dilək sözü var axı dilimizdə. Var, bəli, amma yəni, dilimizdə işlədilməsi daha məqbul hesab olunan arzu istədi ifadəsidir. 5-ci suala baxaq. Bu sual yenə beynimdə qaldı. Orada deyirsiniz Xusru və Şirin şeydir, roman. Baxın, Bəli. Nizami Gəncəvinin poemasıdır. Onu siz də izahda deyəsən demişdiniz manzum poema orada artıq söz kimi işlənir. Məsələn, yaşlı qocalarda onsuz qoca yaşlıdır da. Qoca yaşlı axı burada ya deyib ki, bircə dəqiqə qoy ora gəlim. Onu izahda siz də elə demişdiniz, amma demişdiniz manzum poema. Yadımda qalıb orada izahda. Mən demişdim ki, mənzum poemalarda var dilimizdə. Yəni ona görə götürmək. Amma orada poema sözünü silmək də doğru olar. Çünki onlar roman təsiri bağışlayan poemalardır. Yəni roman yazılmağı daha uyğun hesab olunur. Amma sizin dediyiniz də doğrudur. Yəni məntiqdən doğru çıxır. 5-də idik, 4-də idik, 5-də idik. 5 elədik mən. Keçək 5 etdik. Onda keçək 6-ya. Yox, 5 eləməmişik. Aha, 5-ci suala baxaq. Leksik normu pozulmuşdur. Yanaqlarına süzülən sevinc yaşları indi də unuda bilməmişdir. Sevinc yaşlarını indi də unuda bilməmişdir. Doğrudur. Burada bütün sözlər yerli yerində işlədilib. Bilirdim ki, dilim mənimlə danışsa da qəlbi səninlədir. Bütün sözlər doğru yerindədir. Meyvələr elə gözümə bu dəyir. Meyvə çiy ola bilməz. Çiy daha çox ət və ət məhsullarına aid edilən ifadədir. Meyvə çiy ola bilməz. Yəni söz düzgün yerində işlədilməyib. C variantı bizim doğru cavabımızdır. 6-cı suala baxaq. Leksik norma pozulmuş cümlə. İndi bülbül yaralı gülün ətrafında dolaşıb ağlayırdı. Düzgündür. Mən uşaqlıqda həmişə göy gurultusundan qorxardım. Düzgündür. İcazə verin sizdən bir sual soruşum. Siz də icazə verin sizdən bir Sual verim olar. Aha, icazə verin sizə bir sual verim. Bu formada olmalıdır.
Deməli, sizdən bir sual verim. Sizə bir sual verim olar. Çünki sualı verirlər, sualı soruşmurlar. Düzgün cavab bəli, C variantıdır. O birislərinə baxaq. Atlar kişnəyir, itlər hürüşür. At kişnəyir həqiqətən də, it hürüşür, qoyunlar mələşir, doğrudur. Axşamüstü mən bu əhvalatı quluya danışdım. Bu da doğrudur. Bəli, müəllim. C variantı doğru cavabımız. 7-yə baxaq. Leksik norma pozulmuş cümlə. Şəhərə xeyli adam toplaşmışdı. Yoxdur burada. Uşaqlar ayağa qalxıb qoca müəllimlərini qarşıladılar. Aha. Biz bunlara müdaxilə göstərməyə çalışırdıq. Müdaxiləni göstərmirlər, müdaxilə etməyə olardı. Müdaxilə etməyə çalışırdıq. Yəni, bu daha doğru versiyadır. C deyiləcək olacağımız. O birislərinə baxaq. Gözümüzü həyata burada açmış, burada boy atmışıq. Aha. Yadlar mərhəmətinə sığınmaq od gəlinə yaraşmaz. Aha. Bu da doğrudur. 8-ci suala baxaq. Sadə bir münasibəti bəlkə dramatikləşdirirəm, sadəlövh hisslərə qapılıram. Deməli, sadə bir münasibəti bəlkə dramatikləşdirirəm. Sadəlövh olmur. Gör necə çaşdırırlar. Sadəlövh yazılır. Hisslərə qapılıram. Qoşa sılardan da biri düşür samit gəldiyinə görə. Çünki dilimizdə 3 dənə samit yan-yana gələ bilməz. Deməli, burada sözlər səhv yazılıb. Başqa heç bir şey varmı? Yoxdur. Sözlər də səhv yazılıbsa, deməli, orfoqrafik norma pozulub. Orfoqrafik normada nəyə tabe olmalıdır? Fonetik normaya. Başqa heç nə yoxdur burada. 9-a baxaq. Qrammatik norma pozulmuş cümləni istəyir bizdən. Xeyli vaxt keçməsinə baxmayaraq nə həsrəti dinirdi, nə də sevgisi azalmır. Aha, müəllim. Biz demişik ki, cümlədə nə də bağlayıcıları varsa, onlar inkarı bildirirlər və xəbərlər təsdiqdə olmalıdır. Düz deyil, amma burada təsdiqdədir, burada isə inkarda verib. Deməli, bu pozulmuş variantdır. Bu hadisədən öncə onlar hər həftə bizə gələrdi olmalıdır. Gələrlərdi belə bir ifadə düzgün deyil. Yəni sözdə burada ikinci lar şəkilçisi artıq artırılıb. Yəni söz düzgün yazılmayıb yenə də. 1-2. Daha sonra belə deyək də düzgün qeyd olunmayıb. Küləyin xəfif əsməsi. Düzgün deyil orada. Gələrdilər olmalıdır məsələn. Bəli, həm də ki, bəli, tamam onlar olduğuna görə mübtəda cəmdə olur. Mübtəda cəmdədirsə, eyni zamanda insan anlayışı bildirirsə, xəbər də cəmdə olmalıdır. Ona görə də buradakı larilər şəkilçisi burada yox, burada verilsə daha doğru olardı. Daha doğru deyim, doğru olardı. 1-2. Küləyin xəfif əsməsi sahədəki otları yüngülcə tərpədirdi. Küləyin xəfif əsməsi sahədəki otları o birisine bax. Göyün üzü başdan başa ulduzla dolu idi. Burada yoxdur. Adil kəndimizə gedən bu dolanbaz yolları yenicə görürdü. Yoxdur. 1, 2, 3 kimi götürüləcək. 3-ə baxaq gəlin. Küləyin xəfif əsməsi sahədəki otları yüngülcə tərpədirdi. 3-də çünki heç fərq yoxdur. Bəli. Bəli. Burada ümumiyyətlə cümləyə işləyəndə qrammatik normanın pozuntusu sayılır. Belə bu cümlədən savayı deyirsiniz, yoxsa? Bu cümlədən savayı. Xeyr, onlar qrammatik normanın pozulması faktı hesab edilə bilərlər, bəli. Amma istisnai məqamdır, elə bir şey düşmür, narahat olmayın. 10-cu suala baxaq. Sənin hünərinlə neçə qəhrəman əsgər paltarını geymiş yenidən. Qılınc qurşamışdır neçə pəhləvan. Baxıb öz oğluna sevinmiş vətən. Sənin hünərinlə neçə qəhrəman əsgər paltarını geymiş yenidən. Geyinmiş olmalıydı. Qılınc Yenidən bəli. qrammatik norma. Necə müəllim?
Deyirəm, həm də yenidən geymiş. Yəni söz sırası pozulub da. Bəli, bir də qrammatik norma. Fonetik qrammatik varmı görək? Bəli, C variantı var. Görək leksik varmı? Baxıb öz oğluna sevinmiş vətən, neçə pəhlivan. Aha, yoxdur leksik norma. C variantı fonetik və qrammatik norma. 11-ə baxaq. Yaxşılıq bir dəndir. Torpağa atsan, 1000 ruzi yetirər ömrün qışına. Ömrün qışına 1000 ruzi yetirər. Deməli, inversiya hadisəsi baş verib, qrammatik norma var. Daha sonra baxaq. Yaxşılıq bir dəndir. Torpağa atsan, 1000 ruzi yetirər ömrün qışına yox, ömrün qışına olmalıdır. Ömrün qışına. İkinci ü artıq burada yazılmamalıdır. Yəni söz səhv yazılıb və C variantı. Çünki biz bilirik ki, ömür və digər sözlər var ki, biz demişik axı, bəzi iki hecalı isimlər var ki, ikinci sahibini itirirlər. İnsan üzvləri, bədən üzvləri demişdik ki, mənsubiyyətdə düşür. Bəzi sözlər də vardır ki, onlar həm mənsubiyyətdə, həm də halda düşür. Onlardan biri ömür sözüdür. Həm mənsubiyyətdə, həm də halda düşür. Burada da ömrün sözü yəlik haldadır və yəlik halda da ikinci sahibini itirməlidir. İtirməyib, deməli söz səhv yazılıb. C variantı. Hı -hı. 12-ci suala baxaq. Fonetik norma pozulmuşdur. Keçir ömrümün, bax burada düz yazılıb. Qalan günləri. Bugünkü konsertdə 60 məktəbli gəlmişdi. Yoxdur burada. Bura xüsusi ilə onu çağırmışdım. Aha, ilə qoşması xüsusi sözünə bitişik şəkildə yazılmalıdır. Söz bu formada yazılmalıdır. Xüsusilə şablon sözlərdən biridir. Belə yazılmayıbsa, deməli fonetik norma pozulub, çünki söz düzgün yazılmayıb. C variantı. 13-ə baxaq. Hansı cümlədə iki norma pozulub? Gəlin baxaq. Ailə həyatının yaxşılığa doğru irəlilədiyini bilirdi. Yox. Qulağına taxdığı üzükvarı sırğalar çox yaraşırlardı. Sırğalar cansız əşyadır, cansız varlıqdır. Ona görə də xəbər təkdə olmalıdır. Cəmdə verilib fonetik, qrammatik norma pozulub. Bir qrammatik norma var. Qulağına taxdığı üzükvarı yox, üzükvari olar. Varı səhv yazılıb. Yəni söz səhv yazılıbsa, orfoqrafik norma pozulub, deməli fonetik norma da pozulub. Burada da qrammatik norma. Elə cavabımız B variantı deməli. 2 norma pozulub burada. 14-ə baxaq. Hansı nümunədə 2 normanın pozulmasına rast gəlmək olar? Onun məqsədini iclasda Emin müəllim izah etdi. Onun məqsədini izah etdi. Yox. Mən sənin üçün dağı yerindən oynadaram. Yoxdur. Məcnun Leyliyə deyə-deyə çöllərə düşdü. Leyli deyə-deyə çöllərə düşdü. Yoxdur. Verdiyi sevincli xəbərdən sonra sevincimdən ayağım yerdən üzüldü. Düzdür. Mənim yazdığım kitabı dostum, baxın müəllim, sizin dediyiniz dildən əvvəl belə deyək, qrammatik şəkilçi işlənib, deməli ardıcıllıq pozulub. Ona görə də burada qrammatik norma var. Yanlış yox, yanlış, lı olmalıdır. Bu da fonetik norma. Həm fonetik, həm qrammatik norma pozulub. E variantı. 15-ci sual. Hansı cümlədə fonetik norma pozulmayıb? Baxaq buna. 28 may xüsusi gün, tarixi günlər var. Bu 8 martdır, 28 maydır, nə bilim 17 noyabrdır, 8 noyabrdır. Bunların hər birində rəqəmdən sonra gələn ayın adı, ilk adı böyüklə yazılmalıdır. Bütün günlərə təsadüf deyil ha bu, aid deyil. Sadəcə əlamətdar günlərə aid. Ona görə də 28 may Respublika günüdür axı, müstəqillik günüdür. Ona görə də özəl gün olduğuna görə 28-dən sonra gələn may sözü böyüklə yazılmalıdır. Pozulub burada, səhv yazılıb. 8 mart Beynəlxalq Qadınlar Günüdür. Burada da sözlə yazılmamalıdır.
belə deyək də rəqəmlə yazılmalıdır. Çünki dilimizdə belə bir qayda mövcud deyil. Və orada günü deyəsən böyük Bir yazılmalıdır. də ki, günü sözü bəli, böyüklə yazılmalıdır. Mirzə İbrahimov Azərbaycan milli qəhrəmanıdır. Burada heç nə yoxdur. Dəqiq. Mirzə İbrahimov Azərbaycanın milli qəhrəmanıdır. Qəhrəmanı böyüklə yazılmalıdır. Getdi. Bizim evə bazarlıq güllər mağazasından edilir. Mağaza böyüklə niyə yazılıb burada? Adama deyərlər nə üçün belə yazılıb? Getdi. Sinif yoldaşım Bakı Mədəniyyət və İncəsənət Texnikumuna qəbul oldu. Bakı, Mədəniyyət, İncəsənət böyüklə yazılıb, Texnikum böyüklə yazılıb. Sinif yoldaşım cümlə başlayıb böyüklədir. Bəli, heç bir norma pozulmayıb. Qəbul oldu. Bəli, bu da tamamilə doğrudur. Digərinə baxaq. 16-cı suala baxaq. Fonetik norma pozulub. Bizim meşələrdə çoxlu yer fıstığı əkilir. Yox. Mahnıların təkrar olunan hissəsi nəqarat adlanır. Nəqərat yazılıb. Burada nə yazılıb? Nəqarət yazılmalıdır. Nəqərat yazılıb. Qalsın. Yerli xalqın özünə məxsus mentaliteti, bu da qalsın. Müəllim, B və C variantı doğru cavabımızdır. B variantında nəqərat yazılıb, nəqarət yazılmalıdır. C variantında da mentalitet yazılıb, mentalitet yazılmalıdır. Qoşallı yazılmamalıdır. Yəni hər ikisi də normanın pozulması faktı hesab olunur. Hər murad istəsəm müyəssər idi. Hər murad istəsəm olmaz, istəyən olar. Bu da səhv yazılıb. Kəsrin məxrəci surətindən böyük olarsa düzgün kəsir, bu düzdür. Bu da cavaba gedir hətta. Yəni bu suala bir dənə quş qoyaq. 17-ci suala baxaq. Leksik normanın pozulduğu hansı cümlədə qrammatik normanın pozulma səbəbi inversiya deyil? Aha. O ceyran baxışlı gördü uzaqdan, canımı odlara yaxdı nahaqdan. Burada leksik norma yoxdur. Pozulmayıb. İncə xanım nə gözəldir, nə xəfifdir sənin səsin, düşündürür qəlbi bir bəzən xoş avazın, xoş nəfəsin. Yoxdur. Adların tarixə həkk eyləyənlər əbədi tarixdə daim qaldılar. Aha, həkk yazılmır, həkk yazılır. Fonetik norma pozulur. Burada deyir ki, leksik normanın pozulduğu getdi. Qış gəlib yazın ömrü pozulanda, pozulanda olmaz, yazın ömrü bitəndə. Pozulanda düzgün gəlmir. Qonşular dağ köşünə seyrə çıxır. Aha, düzdür. Elə cavabımız budur müəllim. Səbəb isə odur ki, bu cümlədə leksik norma pozulubmu? Bəli, pozulub. Olmalıdır. Qış gəlib yazın ömrü pozulanda olmaz, bitəndə olar. Həmçinin qrammatik norma da pozulub. Amma qrammatik normanın pozulmasına səbəb inversiya deyil. Nədir? Mübtəda cəmdədir. Xəbər təkdə olmalıdır. Quzular dağ döşünə seyrə çıxdı. Bu formada olmalıdır. Çünki mübtəda axı biz dedik axı insan olanda xəbər cəmdə olur. Ona görə cavabımız D variantıdır. 18-ə baxaq. Koroğlu xeyli səfərə getmişdir, amma heç nə olmamışdır ki, qaydanda dəllər onu belə qarşılasın nümunəsində hansı normalar pozulmuşdur? Deməli, dəllər cəmdə Yəqin leksik səfərə getmişdir. qarşılasınlar. Bəli, Leksik deyəsən var, Koroğlu xeyli səfərə getmişdi. Nəsə xeyli səfərə. uyğun deyil. Niyə? Xeyli səfərə, çox səfərə getmişdir, xeyli səfərə getmişdir. Yox, uyğundur müəllim o. Amma heç olmamışdır ki, qaydanda dəlilər onu belə qarşılasınlar. Çünki qrammatik 100% var. Çünki mübtəda var, cəmdədir, xəbər isə təkdədir, düzgün deyil. Amma xeyli səfər yox. Doğrudur o ifadə. Yalnız qrammatik doğrudur burada. Heç leksik qrammatik yoxdur variantlarda gördüyümüz kimi. Çünki biz qrammatik 100% tapmışıq variantda.
Fonetik də yoxdur, leksik də yoxdur. 19-a baxaq. Hansı cümlədə qrammatik norma pozulub? Baxaq. Aslan bəy bu cavabdan bərk tutuldu. Pis tutuldu, bərk tutuldu. Burada leksik norma pozulub. Yəni qrammatik norma yox. Onun bir yerdə oturmağa nə dəvət etmədi, nə Etmədi. burada bəli. Nə də bağlayıcısı varsa etmədi olmaz, etdi olmalıdır. Çünki bir cümlədə iki inkar olmaz. B variantı doğrudur. Bu sıranı bitirək müəllim. Yekunlaşdıraq dərsi. 20. Müstəqil ölkədə yaşayan hər bir şəxs azad yaşamağa məhkumdur. Nümunəsində hansı normalar pozulmuşdur? Məhkumdur olmaz. Müstəqil ölkədə sən əgər bəli, buyurun müəllim. Yəni orada məhkumdur sözü olmaz da, o yanlış işlənib. Bəli. Leksik. Müstəqil ölkə söhbəti varsa, niyə sən məhkum olasan? Leksik normadır, bəli, tamamilə doğrudur. 21-ə baxaq. Normalara aid məntiqi ardıcıllığı tamamlayın. Gəlin tamamlayaq. Mən yol texnikumunu bitirən kimi toyumuz olmuşdu. Mən yol texnikumumuz texnikum olar. Texnikumunu. Uzun olmalıdır. Bəli, fonetik. Havaların pis keçməsi ilə bağlı qəbahət yaranmışdır. Qəbahət yaranmışdır nədir? Problem yaranmışdır. Belə olmalı. Leksik. Bizə lazımdır qrammatik norma. Gəlin baxaq indi. Mən bu həyatımdan çox razı idim, yoxdur. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı, yox. Vətənin dağları da uzaqdan təbəssüm edirdilər. Vətənin dağları təbəssüm edirdi olmalıdır. Qam olmaz aha. Ona görə də C variantı. Larilər olmaz. 22-yə baxaq. Fonetik norma 3 prinsipə əsaslanır. Səhvdir, 2 prinsipə əsaslanır. Orfoqrafik prinsip və orfoepik prinsipə əsaslanır. Ona görə 1 yanlışdır. 2. İnversiya qrammatik normanı pozur. Bəli, bayaqlarda qeyd etdik. Məcazilik norma pozuntusu sayılmır. Tamamilə doğrudur. Bayaqdan deyirik ki, məcazilik, cümlədə təsvir vasitələrinin işlənməsi, frazeoloji birləşmələrin işlənməsi, belə deyək də, məcazilik norma pozuntusu hesab olunmur. 2-3. Şəkilçilərin ixtisarı nə yazıb? Qrammatik normanı pozur. Xeyr, şəkilçi ixtisarı qrammatik normanı pozmur. Üçüncü şəxsdə uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa da qrammatik norma pozulmaya da bilər. Bəli, üçüncü şəxsdə heyvanlarla ifadə. Çünki biz bilirik axı, birinci, ikinci şəxs insana aid olur. Üçüncü şəxs isə həm insana, həm də digər canlı və cansız varlıqlara aid olur. İnsana aiddirsə belə deyək də, pozulmur. Amma digər canlı və cansız varlıqlara aiddirsə pozula bilər. Yəni üçüncü şəxsdə həm pozulur, həm də pozulmur. Ona da burada deyir ki, pozulmaya bilər. Yəni bu doğru fikirdir. 2, 3, 5 varmı belə variant? D bəndidir. Belə müəllim.